və dəyişiklik olur əziz tamaşaçılar. 55 nömrəli oyuncu çıxır. 55 nömrəli oyuncu çıxır. 38 nömrəli oyuncu girir. Birinci, ikinci hissədə hesab açılmadı. Ona görə əlavə vaxtı keçid alırıq. Ona görə Qəbələ Mingəçevir görüşünü imtina eləməli olduq. Artıq əlavə vaxtın birinci hissəsi başladı. Əlavə vaxtda da yəni gol vurulması artıq penaltilər səviyyəsinə doğru addım verir. Əlavə hissələr oynanılır. Şamaxı Olimpiya İdman kompleksində Azərbaycan Kubokunun ikinci təsrifat mərhələsidir. 95-ci dəqiqə başlayır. Və top qapının üstündən keçdi. Artıq 95-ci dəqiqə başlayıb. Azərbaycan Kubokunun ikinci təsrifat mərhələsidir. Bu oyundan sonra bilinəcək ki 8'də 1 final mərhələsində Turan-Tovuzun rəqibləri kim olacaq? Ya Şimal ya da Şaxtar Qusan. Ya oyun devam edir. Ala pas. Şimdi Elnur Abdullayev'in getirmeleri göre ne inecek ve blok. Hücumeler de devam edir. Ya. Qapçı yerindədir. Bravo. Şimal komandasının golkiperi. Ve bu şimdi Kaçmaz temsilcisi hesabı açabilir. Şimdi görünmeyecek əlavə vaxtın birinci hissəsidir. Ve penaltı. Penaltı. 11 metrlik çağırma serbesti. Penaltı vuracaklar. Şeyh Açmaz temsilcisi. 11 metrlik cərimə zərbəsi vuracaq. Və görək Şaxtar Qusan hesabı bərabərləşdirə biləcək sonra. Qapçıya hakim tərəfindən son təlimatlar verilir. Ve futbolçuya da son təlimatlar verilir. Çata bilsəm Qəbələ ilə Mingəçevirin oyununda təqdim edəcəm. Və top direğe değil. Aman Allah'ım. Aman Allah'ım. Top direğe değil. Heyif. Biz ne izleyirik Şamaxı Olimpiya İdman kompleksinde out. Sanki
bəxti gətirdi. Həm Qusarın golkiperinin, həm də Qusar təmsilçisinin. Hava bir pas. 98-ci dəqiqə edir. Qaroqsu 99-cu dəqiqə edir və qayda pozdu və sarı verən. Şimalın golkiper, Şimalın oyunçusuna. Ona qədər sürətli gedir ki. 120 dəqiqə əgər necə deyim, növbəti sarı verək Şimalın futbolçusuna. Bir gün sarı verəklər, sanki sarı verəklər havada uçuşur. Və Şaxtar Qusarın heyətində dəyişiklik. 16 nömrəli oyunçu girir. Top dirəyə dəydi, penaltı zərbəsi zamanı. Hələ ki bu oyun uzanacaq belə getsə. Aha, qapçı yerindədir. Birinci dəqiqə gedir. Yerdə qalan oyunçu var. Şimal pressing eləyəcək. Və qapıcı yerində. Top qapının yanından keçir və qapıdan zərbə. Mikrofon arxasında da mənəm, Demirov. Mikrofon arxasında da mənəm, Demirov, Hüseynağa. 102-ci dəqiqə gedir. Və qapçı yerində. İmtina olundu Qəbələ Mingəçevir görüşündən, çünki bu oyun əlavə vaxtı getdiyinə görə. Buna göre Qəbələ Mingəçevir görüşü olmayacaq. Yerdə qalan Qusarın futbolçusu var. Hakim futbolçunun yanına gedir və etiraz edir Şimalın futbolçusu. 103-cü dəqiqə edir. Siz də bizim YouTube kanalımıza abunə olun ki Quba Şirvan oyununu izləmək şansınız olsun. İki futbolçuya da xəbərdarlıq, həm Qusarın futbolçusuna, həm də Şimalın futbolçusuna. Görürsünüz. Teşekkür edirəm operatorumuza bu görüntüləri yaxaladığına görə.
Deyəsən qapçı hakim qapçıdan topu götürür və bildirir ki, qapıdan zərbə vurmalısan. Və ala bir pas. Qapçı yerindədir. Ala müdafiə olunur. 104-cü dəqiqə gedir. Ala Mahitsin alınmır. Azərbaycan Kubokunun ikinci təsrifat mərhələsindəki Şimal Şaxtaq Qusar görüşündə əlavə vaxtının birinci hissəsində də hesab açılmır. Penalti təyin olundu Şaxtaq Qusarın qapısına, amma Şimalın futbolçusu topu direğe vura bildi. 105. dəqiqə gedir. İndi pressing olunur. Ala pressing. Futbolçu yerde kalıp dışarı niyetinde var. Şimal'ın son hükümü olabilir birinci hissede. Ala bir pressing ama yerde kalır. Sıralanıp futbolçu ve sarı veriyor Qusarın futbolçusuna. Sarı vereyler bugün çok havada uçuşup. Siz de bizim kanalımıza abone olun ki Quba Şirvan oyununu mənim təqdimatımda və mənim öz doğma kanalımda izləmə şansınız olsun. 106-cı dəqiqə gedir. Azərbaycan Kubokunun ikinci təsrifat mərhələsinin oyunudur. Klopuçi gol 1-0. Yüzaltıncı dəqiqədə hesab açılır. Monitoru dəyiş yuxarıdır. Rəqəmi yuxarı elə, aşağı niyə gitsin? Ve Elnur Bayramov'un komandası hesabı açır oyunun 106. dəqiqəsində. Görək Elnur Abdullayev'in komandası ikinci hissədə oynayacaq. Hələ ki birinci hissə devam edir. Rəqəmi dəyiş yuxarı. Və gol! Goldur. 8-ci dəqiqə edir və Künçdən zərbə olacaq. Əlavə vaxt gedir. Birinci hissənin əlavə vaxtıdır. Görək.
109-cu dəqiqə gedir və ikinciden zərbə kaçmaz təmsilçisi vuracaq və monitoru da yəni yuxarıda düzəltsəydiniz çox qəşəng olardı. Və ikinci hissədə görüşərək.